Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, bugün mən sizə Səməd Vurğunun yaradıcılığı və Ananın öyüdünü izah edəcəm. Vaqif dramının isə bildiyiniz kimi böyük bir əsərdir. Onu təklikdə izah etmək lazımdır. Səməd Vurğun 1906-1956-cı illərdə yaşayıb Qazaxda, Yuxarı Salahlı kəndində. Atası Yusif Baba müflisləşib və lakin sayılan bəylərdən olub. Səmədin 6 yaşında olanda vəfat edib və nənəsi Ayşə xanımın himayəsində böyüyüb. Uşaqlığını ağır xatirə kimi o, belə deyək də, xatırlamışdı. Qurban bayramı idi, gülürdü dağlar. Qonşumuz xınalı bir erkək kəsdi. O bayram günündə anamı ağlar görəndə üstümdən bir çovğun əsdi. Artıq bu bəndi oxuyanda insanın gözünün önündə nələr canlanır, ona artıq hamı öz təxəyyülündə canlandıra bilər. Zəngin təxəyyüllü, xəyalpərvər gənc kimi yetişib, atasının sazda çaldığı el havaları, aşıqlardan eşitdiyi dastanlar və nağıllar onun hiss və duyğularının zənginləşməsinə səbəb olub. Yuxarı Salahlı kəndi Rus Tatar məktəbində oxuyub, 1918-ci ildə Qoy seminariyasının Qazaxa köçürülməsi filialından daxil olub, indi hal-hazırda orada Ad Universitetinin filialı kimi fəaliyyət göstərir. Seminariyada əla oxuyur, ictimai işlərdə çalışır, dram və musiqi dərnəklərində iştirak edib, klassik poeziyanın, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini oxuyub. 1924-28-ci illərdə Qazax, Quba, Gəncədə müəllimlik edib. 1929-cu ildə Bakıda, az sonra Moskvada təhsil alıb. 1941-48-ci illərdə Azərbaycan Sovet Yazıçılar İttifaqı İdarə Heyətinin sədri olub. 45-ci illərdə Akademiyanın həqiqi üzvü olub. 54-cü ildə vitse-prezident seçilib və dəfələrlə SSR Ali Sovetinin deputatı olub. Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin qərarı ilə Xalq şairi fəxri adını ilk dəfə o alıb. 55-ci ildə ağır xəstələnir. 56-cı il may ayının 12-sində 50-lik yubileyi keçirilir və mayın 28-də vəfat edir. Xatirəsi əbədləşdirilib və ilk dəfə xalq şairi adı ona verilib. Yaradıcılığı seminariyada oxuyarkən başlayıb, lakin müəllim işlədiyi zamanlarda artıq məşğul olub. Bu dövrdə yaradıcılığında onun nakam məhəbbət, küskünlük, romantika güclü idi. Başına döndüyüm əziz şikəstə, dinlə məni, halı yaman olmuşam. Qəlbdən yaralı, könüldən xəstə, nanı zəhər, ruzi fəğan olmuşam. 1928-32-ci illər yaradıcılığında ciddi axtarışlar mərhələsi, şairin özünü yenidən qurmaq dövrü olub. 1931-ci ildən güclü şair üçün yaradıcılıq dövrü olur. 1930-cu ildə şairin andı, 32-ci ildə Fanar adlı, deməli 30-cu ildə şairin andı, 32-ci ildə Fanar adlı kitabları çap olunur. Bu kitablardakı şeirlərin çoxunda müəllifin yeniyə can atması özünü göstərir. Həmin şeirlər şairin andı, hərəkət, Səriyənin ölümü, şairin səsi olub. 1931-ci ildə Ölən şeirlərim kitabı çap olunur. Bu kitabla yeni dövrə qədəm qoyduğunu bəyan edir. Ciddi irəliləşdən xəbər verən şeirləri isə ona əsas Fanar və Raport olub. Beynəlxalq mövzulu şeirlər varmı? Bəli, var. Qızıl Şərq və Rot Front. Bir müddət sonra sərbəst vəzində yazan şair 1932-ci ildə yenidən heca vəznində yazmağa başlayır. Deməli, həm sərbəstdə yazıb, həm heca vəznində. 33-41-ci illərdə onun yaradıcı ən məhsuldar dövrüdür. Bu dövrdə yazdığı şeirlər Azərbaycan, Təbriz gözəlinə, şairin ölümü, poemalar, Komsomol poemasının əsas hissəsi, Macəra, Muradxan, Ölüm kürsüsü, Bəsti, dram əsasının əsası Vaqif əsəridir. Bunu biz əsas öyrənəcəyik. Xanlar, tərcümə əsərləri varmı? Əlbəttə ki, var. Pələng dərsi geymiş pəhləvan, Rustavelinin, Yevgeni Onegin, Puşkinin, Nizaminin Leyli və Məcnunu elə o, belə deyək də, tərcümə etmişdir. Yaradıcılığın iki xətt özünü göstərir. Birinci xətt vətənimizi, onun keçmişini, insanların təbiətini tərənnüm edir. İkinci xətt isə Sovet hakimiyyətinə, onun aparıcı simalarına həsr olunan əsərlərdir. İkinci xəttdə aid olan əsərlərin çoxunda da vətənə, xalqa məhəbbət öz əksini tapmışdır. 1941-45-ci illər müharibə dövründə şair öz mövqeyini dərhal bəyan edir. Bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əskərəm mən də bugündən. Müharibənin ilk günündən sonuna kimi insanları həm qələmi, həm də fəaliyyəti ilə qələbəyə ruhlandırır. Döyüşçülərlə görüş keçirir, şeirləri əl gəzdi. Ananın öyüdü, qoca qəhrəmanın dedikləri, əsas ananın öyüdü, qoca qəhrəmanın dedikləri övladlarını cəbhəyə yola salan ataların, anaların hiss və duyğuları əks olunub. Partizan Babaş, Azərbaycan bəlası, döyüşçü obrazını canlandırdığı şeirlər, Qızxanımın hünəri, arxa cəbhədəki insanların fədakarlığıdır. 4 söz, İstiqbal təranəsi şeirlərində və İnsan piyesində müharibəni şər-bəla sayır, onun fəlsəfəsini şərh edir. Ən əsası İnsan piyesi çox gözəl əsərlərdən biridir. Vaxtınız varsa onu mütləq oxuyun.
Müharibə dövründə qələmə aldığı əsərlər Fərhad və Şirin, Ayın əfsanəsi, Hürmüz və Əhlimən, Bakının dastanı, bunları misal gətirmək olar. Müharibədən sonra fərqli mövzularda yazılsa da, poeziyamızı ideya cəhətdən zənginləşdirən sənət nümunələri Avropa xatirələri silsiləsi, Körpünün həsrəti, bəstəkar, şair, nə tez qocaldın sən, yada sal məni, mən tələsmirəm. Müharibədən sonra isə artıq Zəncirin arzuları, Muğam 1948, Aygün poeması, bu poemalar hadisələrin, qəhrəmanların taleyini geniş epik təsviri ilə fərqlənir. İndi gəlin ananın öydünü oxuyaq və onu təhlil edək. Ananın öyüdü. Yazılışı nəzmləndir. Qafiyə sistemi ilk 4 misra, çarpaz qafiyə, AB, sonraki misrası CC, DD, YY kimidir. Sujetli lirika nümunəsidir. Deməli, sujetli lirika nümunəsi bir dənə də tapdıq. 1941-45-ci illər müharibə zamanında oğlunu cəbhəyə yola salan ananın arzuları, hiss və duyğuları əsər az vaxtda geniş yayılmış, həm də arxa cəbhədə insanlar dilini əzbəri olub. 1941-43-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış əsərlərin müsabiqəsində dünya ədəbiyyatının ən qiymətli nümunəsi kimi New Yorkda çap olunmuş və hərbçilər arasında yayılıb. Şeirin sevilməsinin səbəbləri vətənə sədaqət, fədakarlıq və qəhrəmanlıq hisslərini tərənnüm olub. Müəllif şahid olduğu hadisəni qələmə alıb. Şeirdə misal arda-arda düzüldüyü üçün şeir vahidinin beyt yaxud bənd olduğunu demək mümkün deyil. Şeirin məzmunu hər 4 misradan bir yazılacaq, lakin bu şeirin bəndləri dörtlük şeir şəklində yazıldığını deməyə əsas vermir. Geyib əskər paltarını, silahlandı qəhrəman. Onun polad sinəsinə sığışmadı ürəyi. Dayan deyib yaxın gəldi, öpdü onun alnından. Yay gününün xoş səhəri, bir də dağlar küləyi. Qəhrəman əskər paltarını geyinib silahlanır. Polad sinəsinə sevinç dolu həyəcandan ürəyi sıxmır. Dayan deyərək yaxın gəlib onun alnından öpdü. Yay səhəri və dağlar küləyi. Biz görürüz burada qəhrəman alnından ürəyi, inversiya var, epitet, mübaliğə, metafor. Ana, getdim salamat qal deyib öpdü qarını. Ana igid balasına açdı öz qollarını. Üz gözündən öpə-öpə bağrına bastı onu. Ana yurdum bu qəhrəman, bu namuslu oğlunu. Oğul dedi, ana getdim salamat qal. Sonra ananı öpdü. Ana da oğlunu yurdun qəhrəman, namuslu oğlunu bağrına basıb üz gözündən öpdü. Dedi, oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim, tarixlərin şahididir mənim bu ağ bir çəyim. Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm. Qulağında yaxşı qalsın mənim sənə öyüdüm. Dedi, oğlum, mənim ağ bir çəyim tarixlərin şahididir. Qəhrəmansan, südüm sənə halaldır. Öyüd nəsiyyətimi yaxşı yadında saxla. Biz sənsiz də dolanarıq, uğur olsun yoluna, qılıncını çalan zaman qüvvət gəlsin qoluna. Sən düşmənin qabağında igid tərpən, vüqarla, tüfəngini təmiz saxla, atını da tumarla. Biz sənsiz də dolana bilərik, sənə uğur olsun. Qılınc vuran zaman qolun qüvvətli olsun. Sən düşmən qabağında igid dayan, tüfəngini təmiz saxla, atını tumarla. Öz yerində olsun gərək İgidin yar-yarağı. Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. İgid balam, hərçənd ki öz ananam, mən sənin çörəyi ilə böyümüsən bizim ana vətənin. İgidin silahı həmişə yerində olmalı. Hər gün ondan yeni zəfər xəbəri gəlməlidir. İgid balam, düzdür, mən sənin öz ananam, amma sən vətən çörəyi ilə böyümüsən. Payız vaxtı bağçamızın heyvaları dəyəndə, şaftalılar şirələnin budağını əyəndə, göndərərəm sovqatını sənin də öz payını, sən də artır öz əlinlə zəfərlərin sayını. Payızda heyva yetişəndə, şaftalılar şirələndə, payız fəslindən var burada, sənin payını sovqat kimi göndərərəm, sən də qazandığın zəfərlərin miniyərsən, sayını artırarsan. Get düşmənin qabağında igid tərpən vüqarla, tüfəngini təmiz saxla, atını da tumarla. Əskər artıq yola düşdü, dağ tərpəndi yerindən. Günəş yaydı şöləsini vətənin göylərindən. Düşmən qabağında vüqarlı ol, igid kimi tərpən, tüfəngini təmiz saxla, atını tumarla. Əgər əskər yola düşdü, elə bil ki, dağ yerindən oynayıb getdi. Günəş də öz işığını vətənin göylərindən ətrafına yaydı. Ana baxdı öz oğluna. Su da səpdi dalınca. Şair qəlbi bu səhnədən ilhamını alacaq. Yaşa dedi, ey qəhrəman, yaşa, dedi, ey vətən. Sonra şair dudaqları öpdü ana əlindən. Ana oğluna baxdı, arxasınca su səpdi. Bu səhnəni görən şair ilham alır və deyir. Şair deyir, yaşa, qəhrəman, yaşa, vətən. Sonra əyilərək
ananın əllərindən öpür. Burada da artıq şeir yekunlaşır. Növbəti isə Vaqif dramında görüşmək ümidi ilə sağ olun.